Değerli müştərilər, dəyərli izləyicilər, sizlərə bir həyətdə 2 dənə ev təqdim edirəm. Biri 3 otaqlıdır, biri 1 otaqlıdır. Sənətimiz çıxarışdır. Həmişəki kimi sizlərə Xırdalan şəhərindən yenə möhtəşəm evlər təqdim edirik. Təqdimata başladıq birinci evimizdən, böyük evdən. Ümumi sahəsi 250 kvadrat metr torpaq sahəsinin içərisində inşa edilib. Sənət Qubçadır. Xırdalan şəhərində Heydər Əliyev prospektindən cəmi 30-40 metr məsafədə, yaxınlığında məktəb, böyük ticarət mərkəzləri var. Bir sözlə, tam yaşayışlı bir ərazidir. Təqdimat edirik 3 otaqlı evimizin qonaq otağından. Baxın, istilik sistemimiz kombidir. Qazı su işığı daimi fasiləsizdir. Mərkəzi kanalizasiya sistemidir. Baxın, görürsünüz, qonaq otağında 2 dənə pəncərəmiz var. Çox gözəl bir ərazi yerləşir. Çox gözəl bir həyət evidir. Baxın, görürsünüz, səliqəli belə bir gözəl ölçüyə malik olan qonaq otağımızdır. Gəlin keçək evimizin koridor hissəsindən sizə təqdimat edeyim. Bura bizim evin koridor hissəsidir. Bura bizim evin qeyd etdiyim kimi koridorudur. Əsas giriş qapı hissəsindən daxil olarkən içəriyə düz irəlidə açıq qapı qonaq otağı idi. Ümumi sanitar qovşağımızdır. Böyük yataq otağımız, bu da böyük yataq otağı. Burada isə mətbəx alanıdır. Normal qaydada mətbəximiz var. Divarın içində də şkaflarımızdır, dəyərli dostlar. Həqiqətən də gözəl də bir qiymətə təklif olunur. Ətraflı məlumat üçün mobil nömrələrimiz var. Bizimlə əlaqə saxlayın. Bu evin satışı haqqında və digər evlər haqqında məlumat verək sizlərə. Ümumi sanuzelimizi. Hər iki evin girişi çıxışı ayrıcadır. Heç bir evə qaçacağı yoxdur. Böyük yataq otağımızdır. İndi sizə mən həyəti və o biri evi də təqdim eləyəcəm. Görürsünüz, gəlin keçək 3-cü otağımıza. Bura isə bizim 3-cü otağımızdır. Qeyd etdiyim kimi bir həyətdə 2 dənə evdir. Yəni 2 ailə və yaxud da birində alıb yaşayıb böyük evi, kiçik evi kiraya verəsən. Yəni həm biznes niyyəti ilə də gözəldir, həm də yaşamaq üçün dəyərli dostlar. Özü şəhərin də ən gözəl ərazisində yerləşir. Yəni bu ərazilər çox gözəl ərazidir. Avtobus dayanacağına yaxın bir ərazidir. 40 metr şəhərə işləyən avtobusa, metroya işləyən avtobusa məsafəsi var evimizin. Çıxırıq evin həyətinə. Dəyərli izləyicilər, bu bizim evin həyətidir. Həyətinə 2 avtomobil rahatlıqla daxil ola bilir. Baxın, belə bir həyətimiz var, geniş darvazamız. Gəlin sizə izah edeyim dəyərli dostlar. Bu bir otaqlıdır. Bunun da kürsüsü kifayət qədər var. İrəlidə gördüyünüz isə həyəti yarısı navest olan 3 otaqlı həyət evimizin giriş hissəsi navestdir. Böyük hissəsində də kifayət qədər yeri var. Gəlin bir otaqlını təqdim edeyim. Baxın, belə bir otaqlı evimizdə kürsüsüdür. Düz qapıda bir otaqdır. Sağda mətbəx, solda ümumi sanuzeldir. Tam ayrılıqdadır dəyərli izləyicilər. Baxın. Geniş ölçüyə malik olan bir otağımız. Görürsünüz, səliqəli, böyük ölçüsü, tam təmirli, rahatlıqla köçüb yaşaya biləcəyiniz gözəl bir həyət evidir. Baxın, burada mətbəx hissəmizdir. Burada ümumi sanitar qovşağımız yerləşir. Divarların bir dənə kafeli qalıb, qalan bütün işləri tamamlanıb. Şəxsi tikilidir. Mülkümüz şəxsi özünə məxsus tikilidir. Nəmişlik yoxdur. Quru bir ərazidə yerləşir. Keçək evimizin böyük hissəsini təqdim edeyim. Xırdalan şəhərində mərkəzi yola çox yaxın bir ərazidə. Stilik sistemimiz kombidir. Baxın, həyətdə sizə təqdim edirəm. Belə bir həyətimiz var. İdeal bir ərazidə yerləşir. Qazın suyun işığın daimi olan ünvanında. Qiymət videonun aşağı hissəsində qeyd olunacaq. Baxın, həyətimizin böyük hissəsidir. Orada da toyuq saxlamaq üçün kiçik bir damımız var. Burada monolit betonlu alt hissəsi də zirzəmi kimi istifadə olunur. Diqqətinizə görə təşəkkür.